Yəni əlim yandılara da gedəndə, məsələn dəfələrlə getmişəm mən. Hətta bir tanınmış bazar var Bakıda. Bəli. Dəniz kənarında. Nə bazarı? Hövsan bazarı. Ha, Hövsan, ha. Aha. Gecə zəng gəlir mənə. Bir vaxt orada gecə canlı Gecə olurdu. fəaliyyət göstərdi, sonra. Gecə zəng gəldi mənə. Qardaş, bəs bir avtomobil görmüşəm. Hyundai Accent. Ged onu al oradan. Dedim qardaş, gecənin bu vaxtı dəqiq söhbət daxır bu. Narahat olma da, pulumu atdı. Durdum, zəng vurdum. Dedim qardaş, bax gəlirəm, mən də bu işlə məşğul olmadım ha. Əvvəldən bunu bildirirəm ki, yəni mən gəlib maşını tanıyacağam, biləcəm. Biləcəksən. Bunun vuruğu udarı varsa məni yorma. Qardaş, bez udar, bez detal gəl. Qardaş, dururam mən də masajırdan qardaş. Aha. 70 kilometr nə qədər dəniz qırağı. Rahat gedirəm, çatıram. Maşına təsəvvür elə ki, harasa bir, nə bilim 50 metr qalmışdım da. Baxdım ki, maşın belədir yəni, belə durur. Sağ. Qabaq sağ tindən dəyib. Yaxınlaşdıqca fikirləşirəm ki, yəqin bu deyil. Aha. Özümə təsəlli verirəm ki, İnşallah olmaz. Gəlirəm. Bu yol gəlmişəm. Gəldim, avtomobil sözü gördüm nömrə, həmin nömrə, avtomobil çağırdım, bir qardaş var orada. Dedim qardaş, bu dəyməyib. Bir balaca toxunub. Deyirəm, toxunub yox qardaş. Bu başda bir qarış içəridir. Bir var ki, dəyib düzəlib, məni aldadasan ki, yəni hiss olunmasın da gözünə, sonradan bəlkə nəsə söhbət eləmək olar. Bir də var ki, bunu gözlə görürsən. Uzaqdan ha, mən 50 metrdən gördüm ki, maşın əyri dayanıb da. Sağa da dayanıb qabağa. Bax belə məsələlər də olur. Ona görə bilən adamlarla gedin, yoxlayın, alın.